Salam gözəl insanlar, 8 mart olan futbol təxminlərimi qeyd edəcəm. İlk öncə 8 mart münasibətilə bütün xanımlarımızı təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm hər birinizə. Keçən oyunlarımıza birinci oyunumuz Fenerbahçe Samsunspor oynayır, Fenerbahçe qələbə. Rangers Celtic qol-qol. Brügge Anderlecht toplam qollar 2-5 üst. Rapid Buxareşt Craiova toplam qollar 2 üst. Lens Metis. Lens'ın qələbəsi və 1-5 üst. Lyon Paris. Bir də nəzərinizə çatdırım, videolarım spama düşür. Dünənləri 2 dəfə video çəkib paylaşmaq istədim. Özü 14 oyun idi, 12-si uğurlu oldu. Həmin oyunlardan seçim edə bilərdiniz. Videoları bəyənib kaydedin ki, TikTok tərəfindən silinməsin. Video qalır, icma təlimatları pozduğuna görə video silinir TikTokdan. Misal dünənlər Telegram kanalıma 4 dənə kupon hazırlamışdım, həmin seçimlərdən uğurlu oldu. 8-dən yuxarı əmsal hazırlamışdım, şəxsi kuponum idi, VIP kuponu idi. Uğurlu oldu, onu da dəyərləndirənlər oldu, təbrik edirəm. Bu günlərdə şəxsi kuponlar olacaq, Telegram kanalında kuponlar paylaşacağam. Balaca hərflərlə bitki şəkildə Live Score 777 yazaraq Telegram kanalına qoşula bilərsiniz. Lyon Paris, Lyon qələbə, Villarreal Elche, SK 1-5 üst, Sevilla Rayo Vallecano, HC, Bologna Verona, SK 1-5 üst, Milan Inter toplam qollar 2 üst. 10 dənə oyun oldu, uğurlar, bol şanslar, diqqətli seçimlər edin ki, kuponlarınız uğurlu olsun.